Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən kassasiya şikayəti təmin edilməyib. İttihama görə Əhmədova Babayevaya faizə 3000 manat pul verib. Ayın tamamında Babayeva faizi qaytara bilməyib. Əhmədova bu səbəbdən Babayevanı yarıçılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra Babayeva ayrı-ayrı vaxtlarda Əhmədovaya müxtəlif məbləğlərdə pul göndərib. Ümumi məbləğ isə 35 min manat təşkil edib. Əhmədova barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə külli miqdarda olduqda maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədova 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti təmin edilməyib.